Adətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər. Amma diferensiallaşma qiymət artımı anlamına gəlməməlidir. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov deyib. O bildirib ki, su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır. Bu məsələ həmçinin sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamızda öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib. Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təkliflərimizi Tarif Şurasına təqdim edəcəyik deyə Əsəd Şirinov bildirib. O deyib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa və sosial ədaləti təmin etməyə xidmət edir. Yəni, onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu təcrübə geniş yayılıb. Bizim strategiyadakı araşdırmalarımızın da məqsədi məhz belə əsaslandırılmış bir təklifi hazırlayıb Tarif Şurasına təqdim etməkdir. Bu məsələ üzərində iş davam edir. Hələ təkliflərimizi rəsmi olaraq təqdim etməmişik. Əsəd Şirinov qeyd edib ki, diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir. Bu sahədə biz Azəriqaz və Azərişıq təcrübəsindən də faydalanacağıq. Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub. Hazırda yalnız su kommunal sahəsində belə bir mexanizm mövcud deyil. Odur ki, gələcəkdə biz bununla bağlı təkliflərimizi təqdim edəcəyik deyə Əsəd Şirinov əlavə edib. Onun sözlərinə görə tarif haqqında qanuna görə tariflərin müəyyən edilməsi istismar xərclərinin qarşılanması ilə əlaqədardır. İstismar xərcləri hər hansı bir layihənin icrası və ya qəza baş verdikdə onun qarşısını almaqla əlaqədar deyil. Burada nəql edilən suyun bir nöqtədən digər nöqtəyə aparılarkən yeraltı infrastrukturun işlək vəziyyətdə olması, onun istismarı, nasos stansiyalarının fəaliyyəti və bu prosesdə çalışan böyük komandanın xərclərinin ödənilməsidir. Tariflər bu istismar və əməliyyat xərclərinin qarşılanmasına xidmət edir deyə Əsəd Şirinov qeyd edib.